keçəcək indi malzemələrə. Amma bu bizə lazım olacaq, un da lazım olacaq. Niyə görə? Biz toyuğun filesini kotlet formasında da çəkib burger kotleti eləyə bilərik, arasına qoya bilərik. Amma biz onu eləyəcəyik xırçıldayan. Yəni, fil aparatına yağ tökülüb, yoxsa yox? Nə aparat? Fırçıl aparatına da yox. yox. Hələ açıq şeydən olmuyor. Onu da düzəltmək lazım. Baxın, görün o yağ şeydir. Toyuğu ora doğrayıb, tikələyib, əlavə edəcəyik, dadlandıraq. Orada özünü keçsin olan. Sonra keçəcəyik lahmacunun xəmrinə, ətinə. Əlcəklərin gəlir. Stəkan süd vururuq. Bu südü reklam eləməyək də. Bir stəkan süd vururuq. Bir stəkan süd. Ümumiyyətcə piləri eləyəndə, qazlı sudan eləyəndə daha qəşəng olur. Neyi? Pilar. Biz onları xırçıldayan toyuq eləyəcəyik burgerlərin arasına. Ona görə yəni bunun üçün pilar hazırlayırıq. O fikirləri orada burada danışırlar. Burada olsa deyəcəm, bir də təkrar eləməyəcəm. Tuzu normal olmalıdır. Süt mənim ona elə oldursuz. Yəni ki, bir stəkan süt, bir stəkan su. O xəmir hazırlayırıq. Duru xəmir. Oxşayır, ona görə deyirlər. Duru yağ. Duru yağ var. Qəşəng bol yağda qızartmalıyıq. Dünən də hazırlamışdılar burger. Yox, dünən burger deyildi. Dünənləri yox, sizdən sonra. Hə, bizdən sonra. Bizdə burger. Yox, beyin bulanır. Bu xəmir zaten şirin olur. Dünən bir su pilədik. Bir salat elədik, badımcan salatı. Qovrundakı elə toyuğun döşəti döyüldü, arasına göbələklə yağ soğan qovrulmuş, bizdəki pendir. Qacı deyil. Dünən elə ona görə yemək olmurdu da, dünən o kotlet kimlər acılıqdan zəhər qadırdı. Gördün nə qədər acıydı o. Ödü lazımdır ki, bu dadlansın. Soğuyandır ya, ona görə belə hazırlayıram. Bunu neyin edə bilərik? Bu piləri hazırladıq. Toyuğa filə ilə, doğrada tikərək atdıq ora. Sonra onu o xəmirin içindən çıxartanda çipsi zövqə görə. Hansı çipsidən sevirsiniz? Onu əzirik, o çipsiyə vurulub, sonra qızardırır. O vahşi bir başqa aləm olur. Panko, tam ayrı. Mən əyləməmişim. Yox, sizlə yox. Məlumatı düşər. Un ver oradan, qoxuya baxır. Haradasa mən yarım dərə limon gördüm. Yox, söyd o, deyil. Nə qədər məlumat? Ver, lazımdır, ver. Birinçkin xəmirindən biraz qatı. Yox, biraz götür. Birinçkin xəmirindən biraz qatı olmalıdır. Bunu hazırlayacağım, bu özü qalıb orada şüşürsün. Sonra toyuğun filesini gəlm onu. Bu qədər bəs eləyər. Mən çəkəndən sonra, eləyəndən sonra bir də mən ayrıca video çəkərəm də, onu necə elədiyini. Saxla bir dənə. Təxmini 200 stəkan un gedəcək buna, bilirəm. Başqa eləyəcək, yox, əlavə elə. Xəmir kimi, amma bilinç ki, xəmirindən qatı olmalıdır. Saxla bir dənə. Onunla məncə xəmir yaxşı qarışdırma. Xəmiri yaxşı qarışdırmaz, üstüncə yaxşı dəmir. Toyuğu necə? Hə, filəsi yuyulmalı. Elə ki olar. O, neçə yerdən keçib gəlir, emal olunur, o yuyulmasa. Nə baxan biri deyir yuyulmalıdır? Yox, yuyulmalıdır. O 50 min dənə yeri deyir. 50 min dənə əldən keçir. Yox. Dizi onun şirələnir. İndi bax onu, o yuyulmalıdır ki, təmiz olsun, işlədək onu. Necə ürəyin götürən onu yumasan? əlavə edin bunu, yoxsa necə? Hə? Əlavə edin. Hə, biraz əlavə edin. Hələ onu əlavə edin. Niyə görə biz əlavə edin deyəcəm. Çünki biz toyuq filesini yuyuruq, sonra doğrayacaq, tərkibində su var da, azca da olsa. Sulanmasın. Bəs eləyər mən? Yox, bəs eləyir. Onları niyə özüm keçirəm, göstərim sizə? Yəni tərkibində olan yağları, dəriləri çıxartmalıyıq. Ya, niyə daşadınız onları? Nə inirsiniz? Ehtiyacı. Yox, çox açır.
sayıram 1, 2, 3, 4. Bunun bir de yumurta. 4, heç nə yox, 4. Nədə? 4, 5. Hə, bura bir dənə ədəd niyə görə? Yumurta 1 dəqiqəyə, 2 dəqiqəyə bişən, yəni belə deyək də, ərzaqdır. Amma toyuq filesi 1 dəqiqəyə bişmir. Məsələn, 15 dəqiqəyə pişir. Ət kotleti eləyirik, ət kotletinə götürürlər, yumurta vururlar. Ət pişir 20 dəqiqə, məsələn, içində kotletdə dana ətidirsə, amma yumurta pişir 1 dəqiqə. O yüzden düz bir-biri ilə konsentrasiya olmur. Amma onu əvəz eləyən, məsələn, ət dağılmasın deyə, suyunu sıxırsan o soğanın suyunu, ona 1 çay qaşığı ətin miqdarına görə 1 xörək qaşığı un vura bilərsən ki, un onu yığır. Hə. Ya da manlı krupa vura bilərsən. Amma manlı krupa ilə hər adam tutura bilmir də. Amma fakt şu, bir dənə 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 dənə yox. Özüm eləyirəm, sən eləsən gərək sonra hamısı bir-bir gəlib doğrayır. Birinci eymal eləyirik. Bunun üstündəki pərdələr hamısını çıxartırıq. Hətta burada bu Film və ümumiyyətlə hər bir yeməyə qatılanda onlar al verir. təmizlənməli, bəli. Sənin qabağı hələ bir şey, o toyuq filesinin bu şındırlarından gəlib çıxsa. Ay sağ ol, hələ hamısı da belə eləyəcək. Ona görə o ücret düzgün deyil. Bu eymal olunmalıdır. Məsələn, KSI kotletdə siz görmüsünüz də, eləmişik, yox, sizlə yox. İnşallah orijinal versiyasında bir gün öyrədəcəyəm sizə o KSI kotleti. Onun da içində bu qırmızı damarlar filan olmamalıdır. Hamısı bir-bir çıxır ki, hə. Özü o yenə deyirəm, orijinal KSI kotletinin içinə sadəcə kərə yağı qoyuruq.